Köhnə qitə basketbolunun bir nömrəli klub turniri sizi İdman TV'nin efirindən salamlayır. Avroligada müntəzəm çempionatın sonuncu 34-cü turu Fenerbahçe, Bavariya Fenerbahçe, belə desək daha düzgün söyləmiş olaraq oyunuyla start götürür. Sapgarden'da inanılmaz atmosfer var, sold out yaşanır, bütün biletlər satılıb bu qarşılaşmaya və görüşün önəmi çox böyüdü. Hər iki komanda üçün ilk öncə Fenerbahçe'nin start beşliyi Erik McCollum, Marko Guduric, Nikolo Melli, Nigel Hayes-Davis və Tarık Biberovic qısa 5 ilə oyuna başlayır. Şarunas Jaskevičius Avropa basketbolunun ən önəmli beyinlərindən biri sayılır və ev sahibi komanda Bavaryanın start beşliyi Nick Weiler-Bepp, Carson Edwards, Nils Giffey, Vladimir Lucic və mərkəz mövqeyində oynayacaq Devin Booker. Komandanın baş məşqçisi Gordon Herbert'dir. Almanyaya dünya çempionluğunu qazandırmışdı bu məşqçi və hal-hazırda Bavariya heyətində 5 dünya çempionu var. Oyun hakimləri baş hakim Damir Yavordu. Sloveniyanı təmsil edən bu hakim məhz təqvim yarpaqları 2016-cı ilin may ayını göstərdikdə Fenerbahçe'ni sözün əsl mənasında doğramışdı. CSKA Moskva ilə oyunda və Fenerbahçe azarkeşləri günü bugün də bu hakimə nifrət edirlər. Damir Yavor'a kimlər köməklik göstərirlər? İspaniyalı Carlos Cortez və Xorvatiyalı Luka Kardum. Carson Edwards, bu basketbolçu Maccabi ilə 33-cü həftədə elə bir oyun, elə bir performans ortaya qoydu ki, Avroliganın tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Söhbət hansı performansdan gedir? Carson Edwards Maccabi ilə oyunun 3-cü periodunda 26 xal və 8 dəqiqə üçlük qazandı. Bax, bu oğlandan söhbət gedir. NBA patentli 1,80 m boyu var bu basketbolçunun. Carson Edwards rekord qırdı, amma həmin görüşdə Maccabi geri dönüş edərək qələbə qazana bildi. Artıq Avroligada play-off hesabları aparılır və bütün bu məlumatları sizə qarşıdakı dəqiqələrdə çatdırmağa çalışacağım. Bu iki komanda arasında ümumi hesab 3-13'dür. 2000-ci ildən bu tərəf aparılan statistikada Fenerbahçe'nin üstünlüyü var və İstanbul təmsilçisi hal-hazırda Avroliganın ikinci sırasında qərarlaşıb. 22 qələbə, 11 məğlubiyyət. Ümumiyyətlə Avroligada belə bir maraqlı mövsüm heç vaxt olmayıb, hörmətli basketbol həvəskarları. Bu il doğrudan da maraqlı anlarla, maraqlı mübarizə ilə həm play-in zonasında, həm play-off zonasında çox gərgin anlar yaşandı müntəzəm çempionatda. Bavariya 6-cı sırada qərarlaşıb, 19 qələbə, 14 məğlubiyyət. Düzdür, onlar hal-hazırda play-offa birbaşa vəsqə qazanırlar, amma bugün və sabahki oyunların nəticələrindən çox şey asılı olacaq. Qeyd etdiyim kimi 16 xallıq fərqi qoruyub saxlaya bilməmişdi Maccabi ilə oyunda almanlar. Ən son məhz 2021-22-ci illər mövsümündə Bavariya Andrea Trinker'in rəhbərliyi altında play-offa vəsiqə qazanmağı bacarmışdı. Və ilk dövrədə bu komandalar arasında hesab 87-76 Fenerbahçe'nin üstünlüyü ilə yekunlaşmışdı. Fenerbahçe bugün qalib gələcəksə və Türkiyə azarkeşlər səfərdə hesab olunmur. Fenerbahçe Almanya'da kifayət qədər Türk yaşayır, bunu hamımız bilirik. Oyun hava atışı ilə başladı. Ənəv rənglərində Bavariya klubunu biz görürük və sarı rəngli formada Fenerbahçe oyuna başlayır. Şərtdə Sənan Əliyev olacaq qarşıdakı 4 period ərzində sizinlə. Nick Weiler-Bepp ötürmədə səhvə yol verdi. Hücum Fenerbahçe'ye keçir. Marko Guduric, Erik McCollum, yenidən Guduric, McCollum boşluğa açıldı. Dəyişmə müdafiəsi izləmişdi. Erik McCollum top səbətlədi. Fenerbahçe üçlü hesabı açır. Bu basketbolçuya Fenerbahçe'nin ehtiyacı olacaq play-off seriyalarında. 37 yaşında ikinci baharını yaşayır. Vladimir Lucic bu Bavariyanın kapitanıdır və Nick Weiler-Bepp Alman və Amerika vətəndaşlığı var bu basketbolçunun. Bir oyun qurucudan oyunun əvvəllərində 2 kritik səhv əbəs yerə Alman rejissorlar bizə Nick Weiler-Bepp'i yaxın planda göstərmədilər. Bavariya bu oyunda qələbə çox vacibdir və Fenerbahçe bugün məğlub olacaqsa
və sabah Panathinaikos Çırvena Zvezda üzərində qələbə qazanacaqsa, o zaman Fenerbahçe 3-cü sıradan play-offlara vəsiqə qazanacaq. Və İstanbul təmsilçisi son oyunda Barcelona'ya məğlub olmuşdu 83-75 Ülker Arenada. Marko Guduric, Biberovic pərlərdən çıxmışdı, topu tutmaqda çətinlik çəkdi. 10 saniyə qaldı şut saatının sonuna. Guduric, pas arası gəldi Vladimir Lucic'dən. Lucic, Nick Weiler-Bepp lay-up'la bitirir hücumu. Və bu Gordon Herbert'dir. Həm Fin, həm Kanada vətəndaşlığı var. Qardaşı da Məşqçilər korpusunda yer alıb. Gordon Herbert Avropa basketbolunun o da önəmli mütəxəssislərindən biridir. Guduric topu ortaya attı. Melli uzundan forvard ötürmə. Nigel S. Davis. 2-5 edir hesabı. Sap Garden'də. İstanbul təmsilçisi Nick Weiler-Bepp. Geriyə doğru ötürmə. Ekstra ötürmə. Devin Booker'dan Vladimir Lucic pərdəyə çağırır Devin Booker'i. Vladimir Lucic. Niski Fay orta məsafə alındı. Və Andre Trinkeri bu basketbolçunu Avropanın ən ağıllı oyuncularından biri adlandırmışdı. Hətta mini yox işləmişdi Vladimir Lucic'ə. Mən işlədiyim dönəmlərdə belə bir ağıllı basketbolçu görməmişdim. Söhbət Vladimir Lucic'dən gedir və o partizanlıdır. Partizanın ən böyük azarkeşlərindən biridir Serbiya milli komandasının üzvü Vladimir Lucic. Uzun illərdir Bavariyanın kapitanıdır Vladimir Lucic. Bu isə Nick Weiler-Bepp'in lay-up'ı idi. Lucic sağ blokda topu qəbul etdi. Post-up oynaya bilər. Üstünlüyü var Biberovic'ə qarşı Vladimir Lucic. Və burada xətti tapdaladı. Tarık Biberovic'dən yaxşı müdafiə. Barcelona ilə oyunda çox zəif təsir bağışlamışdı Tarık Biberovic. Bu yay, daha doğrusu sentyabr ayında düzəldirəm. Eurobasketdə biz Tarık Biberovic'i Türkiyə milli komandasının heyətinə görə biləcəyik. Nigel S. Davis ötürmə zəif tərəfə. Biberovic üçlük dəqiqdir Biberovic. 4-8 edir hesabı. Tarık Biberovic, Carson Edwards. Onun üçlüklərinə ehtiyac var. Çox uzaqlardan. Qısa qaldı şut. Biberovic. İrəli çıxır Fenerbahçe basketbolçuları. Erik McCollum. Erik McCollum ikinci üçlükdə dəqiq alınır. Əlləri o tutub yanır Erik McCollum'un. Və Türkiyə azarkeşlər Sap Garden'də sevinirlər. 100% üçlük atır Fenerbahçe. 4-11, 3'te 3. Nick Weiler-Bepp girdi ortaya. Layup alınır, blok Nicolo Melli. Çox sürətli başlayıb qarşılaşma. Erik McCollum çox yüngül basketbolçudur, cəld oyuncudur. Nigel S. Davis posta topu qəbul edib post-up oynayacaq. Nigel S. Davis Gifay müdafiə edir onu. Ace Davis ötürmə. Nicolo Melli 3 xallıq. Nicolo Melli! Fenerbahçe yayın gerisindən qüsursuz oynuyor. Yağış kimi yağır üçlülər Almanya'da. Timeout'u götürür Gordon Herbert. 4-14. 10 xallıq üstünlük Fenerbahçe. Beko İşıq sürətlə başladı qarşılaşmaya. Bu timeout məncə yerində idi. Gordon Herbert fərqin get-get artmasından çox narahatdır və düzgün müdaxilə deməyə ürək sözü çox olacaq Gordon Herbert'in. Almanya'ya dünya çempionluğunu qazandırmışdı bu mütəxəssis. 2023-cü ildə Filippin, Yaponiya, İndoneziyada keçirilən turnirdə. Bu isə Şarunas Jasikevičius'dur və görək nə deyir Mr. Şarunas. Okay, when Nigel has the ball, Marco, Matt, go stagger for Tariq. Stagger, if you don't have a shot, go post. Now let's go 1 through 5, jump. Jump 1 through 5. Jump 1. Yeah. When 4 has the ball, stagger. Və oyundan əvvəl Şarunas çox maraqlı bir açıqlamaya da qalmışdı. Bugün biz Bavariyanın atıcılarının qarşısını kəsməliyik. Bavariya Avroligada ən yaxşı üçlük atan komandalardan biridir. Daha sıx oynamalıyıq. Ələxsus da Andreas Ops'da qarşı xüsusi müdafiə planı hazırlamışıq. Və diqqətlə oyuna köklənməliyik.
Qələbə bizə çox lazımdır. Şabaz Napier oyundadır. Lucic, Devin Booker. Şabaz səhvə yol verdi. Yenə də Bavariyanın bugün top yönləndiriciləri çox bərbad oyun nümayiş etdirirlər. Həm Nick Weiler-Bepp və onu əvəz edib Şabaz Napier oyundadır. NBA patentli basketbolçu Puerto Rikolu Nigel S. Davis, Nicolo Melli, Eric McCollum, ekstra ötürmə Kuduric, bomboş üçlük. Bu dəfə alınmadı. Nicolo Melli hücumda rebound edir. Nigel S. Davis, yenidən Nicolo Melli, yenidən üçlük. Nicolo Melli! Bamberg günlərini bizə xatırladır. Bu klubdan məhz Avropa basketbolunda öz adından söz etdirə bilmişdi yüksəlişə. Bu klubda çıxmışdı Brose Bamberg. 2010'ların ortaları Andre Trinkieri, həmin Bamberg'i çox yaxşı xatırlayıram. Niski Fay fake'i göstərdi. Attı addımı sol tərəfə. Üçlük alınmadı. Tarık Biberovic. Bayern München hücumda çox dişsiz görünür. Biberovic, Nigel S. Davis içəriyə addımladı. Nigel S. Davis 2 cərimə atış yerinə itirəcək və Bavariya hücumu sanki sərt bir qayaya rast gəlib, obrazlı şəkildə desək. Nigel S. Davis çox yaxşı sıyrılmışdı Niski Faydan və Niski Fay tərs uyğunlaşmada burada misməçə düşən basketbolçu idi. Və Devon Hall da çox maraqlı açıqlamalarla yadda qalmışdı. Hazırda meydandadır bu basketbolçu. 20 nömrəli forma ilə oynayır. Bu oyuna hazırlanmaq üçün bir neçə günümüz var. Bavariya çox yaxşı basketbol oynayır və hücumda mükəmməl performans göstərən bir komandadır. Məhz bu məqamlara diqqət etməliyik. Bizim üçün azarkeşlərimiz də həmin oyunda, həmin salonda, Sab Garden'də bizə dəstək olacaqlar və birlikdə bu oyunda qələbə qazanmağa çalışacağıq. 89.7%-la cərimə atışları yerinə yetirir Fenerbahçe'nin ən dəyərli basketbolçusu Nigel Hayes Davis. Bakıda da olub bu basketbolçu. Ümumiyyətlə dünyanı gəzməyi çox sevir. 2023-cü ildə Bakını ziyarət etmişdi. Tarixi abidələrlə tanış olmuşdu. Basketbolçunun Instagram hesabından həmin şəkilləri də görə bilərsiniz. Müəyyən video çarxlar da var. Story bölümündə Nigel S. Davis çox rəngarəng bir insandır və vegetariandır. Şabaz Napier. Johannes Voigtman şut tuta bilən Alman uzun oyundadır. Voigtman onun üçlüklərinə ehtiyac var. İndi post-up'a getdi. Ötürmə Niski Fay'a bir qədər tənbəl alındı. Havada qərar dəyişdirdi Niski Fay. Şabaz Napier baxaq. 3 saniyə qaldı. Şabaz Napier çox çətin bir atış, 2 üstə gələk bir. Şabaz Napier. Bu basketbolçunun anası Puerto Rikoludur, atası Amerikalı, amma Puerto Riko yığma komandasının heyətində mübarizə aparır və anası çox maraqlıdır ki, bu basketbolçunun meneceridir. Və Milano karyerasından sonra Crvena Zvezda'da da oynadı və Bavariyanın şərəfini qoruyur, onun uğurları üçün çalışır Napier. Şabaz tamamladı 3 xallıq oyunu. 7-18 böhran davam edirdi. Bayern Münhendə bu böhrandan az da olsa çıxarda bildi və Andreas Obst hal-hazırda Devon Hall'u müdafiə edir. Kəskin atıcı, dünya çempionu Devon Hall. Biberovic topu qəbul etdi. 4 dəqiqə 40 saniyə qalıb birinci 10 dəqiqəlik yekunlaşmasına. Nigel S. Davis fake'i göstərdi. Devon Hall yaxşı müdafiə. Bayern Münhendən Devon Hall 3 xallıq atış çox uzaqlardan. Devon Hall alınmadı. Və müdafiədə yaxşı oynayır Bavariya. Şabaz Napier içəriyə addımladı. Eurostep ötürmə. Kimə doğru burada ayaqla müdaxilə. Şut saat 14 saniyə yenilənəcək, amma 16 saniyə vaxtı qalmışdı Bavariyanın. Carson Edwards bu klubun ən dəyərli basketbolçusudur. 16.8 effektivlilik indeksi ilə oynayır Carson Edwards. Və Bavariya bu basketbolçunu heyətində saxlamaqda çətinlik çəkəcək. Wade Baldwin oyundadır. Devin Booker Fenerbahçe'nin heyətində keçmiş Bavariyalı məhz Avroligada debüt oyununa Bavariyanın heyətində çıxmışdı. Wade Baldwin, Andy Obst 3 xallıq atış alınmadı. Top oyun zonasını Fenerbahçe'dan tərk edir. Bavariyanın hücumu davam edəcək. Gordon Herbert Ulumla domestik ligdə məhz oyuna çıxarmamışdı komandasını.
TJ Parker, əfsanəvi Tony Parkerin qardaşı, baş məşqçi qismində həmin oyundaydı. Devin Booker, catch and shoot alınmadı. Nigel S. Davis müdafiədə rebound edir. 7-18. Nigel post-up oynayacaq. Tərs uyğunlaşma var burada. Andy Obst'a qarşı. Nigel S. Davis lövhədən istifadə etdi, xalı qazandı. 7-20 olur. Sap Garden'de sap. Yeni istifadəyə verilmiş bir arena. 12.500 azarkeş tutumuna malikdir. Voigtman keçmiş CSK'lı Devin Booker. O da Ximki Moskva komandasının uğurları üçün çalışıb. Devin Booker hal-hazırda ölkəmizdə fəaliyyət göstərən Rimas Kurtinaitis'in Ximkisində əsas parçalardan biridir. Devin Booker, onun qardaşı NBA'də oynayır. Trevor Booker stajlı basketbol azarkeşləri yəqin ki oyunçunu xatırlayırlar. Washington Wizards, Indiana Pacers bu klubların heyətində oynayıb. Trevor Booker və Devin Booker də Avropada öz adından söz etdirə bilib. Pick and pop oyunlarında ən yaxşı biləyə malik oyunculardan biri sayılır Devin Booker. Və Gordon Herbert də bu oyunu bir boks döyüşünə bənzətmişdi oyundan əvvəl. O da maraqlı açıqlamalarla yadda qalmışdı. Bütün enerjimizi, bütün gücümüzü, bütün həvəsimizi, istəyimizi oyuna qoymalıyıq. 40 dəqiqə meydanda mübarizə aparmalıyıq. Bu il play-off'a qalmaq istəyirik. Və yenə deyirəm, bu oyun bir boks oyununa bənzəyəcək. Boks döyüşünü xatırladacaq. Fiziki mübarizənin üst səviyyədə olacaq. Wade Baldwin, Nigel S. Davis girdi ortaya. Nigel S. Davis çox yuxarıdan alınmadı. Devin Booker müdafiədə rebound götürür. 9-20'de hesap. Shabazz Napier pərdəni Voigtman'dan aldı. Napier, Voigtman içəriyə adımladı. Voigtman tərs uyğunlaşmadan yaxşı istifadə etdi. Ayaqlarının cədliyi hələ ki itməyib. Johannes Voigtman, 32 yaşı var bu basketbolçunun. Dünya çempionu da. Wade Baldwin driblingi davam etdirir. Wade Baldwin, Nigel S. Davis çox sürətli qarşılaşma izləyirik. Biberoviç'i pərdələrdən çıxardı Fenerbahçe. Biberoviç adımladı içəriyə doğru. Steps'in kənarından döndü və xalı qazandı Tarek Biberoviç. Bu basketbolçu həqiqətən də çox yüksək səviyyədə performans bizə nümayiş etdirir. Oyununda irəliləyiş göz oxşayandı. Voigtman səhvə yol vermişdi. Voigtman və foul Devin Booker'a qarşı. Foul edir Fenerbahçe basketbolçuları. Bu onların 3-cü komanda foul oldu. Birinci 10 dəqiqəlikdə 2 dəqiqə 36 saniyə qalıb. Birinci periyodun yekunlaşmasına Bavariyanın pasivində 2 foul var və Fenerbahçe oyuna çox rahat başlayıb. Bir sıra senari var. Play-off və play mübarizəsində təqdim edəcəm fasilə yaranan kimi. Elias Aris o da oyundadır. Həm Amerika, həm Alman vətəndaşlığı var. Andreas Obst, Shabazz Napier fake göstərdi, girdi ortaya. Shabazz Napier atışı qısa qaldı. Wade Baldwin, keçmiş Bavariyalı. Wade Baldwin içəriyə aqressiv irəlilədi. Wade Baldwin və foul Baldwinə qarşı. Elias Aris foul etmişdi. Gonzaga çıxışlı Elias Aris. O da Almanya millisi heyətində oynayır. Tarek Biberoviç Bavariyada 3-cü foulu pasifinə yazdırdı. Dirsəkdən Wade Baldwin attı. Top səbətdən keçir. Fenerbahçe hücumda qüsursuz oyun ortaya qoyur birinci 10 dəqiqəlikdə. Bavariyada inisiyativi kim olacaq? Əks həmlə kimdən gələcək? Andy Obst topladı. Obst içəriyə adımladı. Andy Obst bitirə bilmədi. Daha sonra izləmə basketi Elias Aris'dən hücumu təmizlədi. Elias Aris, Biberoviç o da içəriyə adımladı, dayandı. Dechampierre növbəti mövsümdən komandadan gedəcəyi gözlənilir. Dechampierre'in Cambridge'də oyundadır. Pərdənin tərsinə getdi Biberoviç. Yaxın məsafədən ikilik alındı. Biberoviç. Şarunas hələ də razı deyil öz komandasının oyunundan. Detallarda qazanmaq istəyən bir məşqçidir. Şarunas, Shabazz Napier. Johannes Voigtman hələ ki üçlükdən istifadə etməyib. Napier pick and roll oynamır. Dayandı. Elias Aris. Zona müdafiəsi 3-2 Fenerbahçe'dan. Andreas Obst 3 xallıq. Alınmadı. Hələ ki sharp shooter heç nə ilə yadda qalmayıb. Amma
Andreas Obst çox təhlükəli basketbolçudur və Avroliqanın bir oyunda ən çox qazanılan dəqiq üçlük rekordu Obst'un aktivindədir. 2024-cü il noyabr ayının 22-sində Barselonaya kabus olmuşdu Andreas Obst. Bundan əvvəl Shane Larkin, Andrew Goodluck və Marcus Eriksson 10 dəqiq üçlük qazanmışdı bir oyunda. Dechampierre driblingi kəsdi, fırlandı, şut qısa qalır və son toxunuş Kem Birch'dən idi. 13-26. Fenerbahçe'nin 13 xallıq üstünlüyü var. 34-cü həftə. Avroliqada müntəzəm çempionatda son oyun həftəsi, son tur. Ən önəmli qarşılaşmalardan biridir bu görüş. Şabaz Napier, Johannes Voigtman, Lucic yenidən oyundadır. Bavariyanın kaptanı. Obst pərdələrdən çıxdı. Yeni alınmadı üçlük. Devon Hall müdafiədə rebound edir. Fenerbahçe tez hücum qura bilsə 2-yə 1-i yaxalaya bilər. Devon Hall. Amma tələsmir Fenerbahçalılar. Vaxtı sona qədər ərdəcəklər. Wade Baldwin, Kem Birch içəriyə adımladı. Uzundan forvarda ötürmə. Bonzi Colson. Şansanı Fenerbahçe Beko üçün. 13-28 indi. Bavariya cəld bir hücum qurmalıdır. Çünki vaxt çox azdır. Napier hücum kombinasiyasını sifariş etdi. 7 saniyə. Fenerbahçe təbii ki foul edəcək. Onların foul haqları dolmamışdı. Carson Edwards, o da hələ ki soyuq görünür. Nick Weiler Beb'dən ümumiyyətlə danışmaq istəmirəm. Oyuna kritik 2 səhvlə girdi. Hücumda çox böyük səhvlər etdi və dərhal Gordon Herbert bu basketbolçunu benchə gətirdi. Napier, Andreas Obst pərdələrdən çıxdı. Obst vaxt azalır. 4 saniyə qalıb. Andreas Obst, o da özünə bənzəmir bugün və birinci 10 dəqiqəlik yekunlaşır. 13-28. Heç də yaxşı olmayan bir hücum performansı Bavariyadan. Bugün ev sahibi komanda özünə bənzəmir. Sapgarden də bu mövsüm öz evində ən yaxşı basketbol oynayan komandalardan biridir. Amma birinci 10 dəqiqəlikdə üçlük statistikası çox zəif oldu Bavariyanın. Hətta 5 dəqiq üçlük Fenerbahçe'da var, 7-də 5. Amma Bavariya 5 cəhd istifadə edib. Heç bir dəqiq alınmayıb, 0% oynayır Bayern München və nəzərə alaq ki, Bavariya Avroliqada üçlük faizində birinci pillədə qərarlaşıb. Bütün komandalar arasında 39.3%-la şut atır almanlar bu mövsüm. Görək, ikinci 10 dəqiqəlikdə hər şey əksinə dəyişə bilər. Digər oyunlardan hansı hesablar qeydə alınır? Asvel Monaco oyununda 14-18. Monaco üçün də çox kritik bir qarşılaşmadır və bir məqamı sizin diqqətinə çatdırmaq istəyirəm. Yaranmış fasilədən istifadə edərək ilk pillədə Olympiakos komandası qərarlaşıb. Onlar birinci də ola bilərlər, ikinci də. Bu görüşlərdən, son görüşlərdən bəhs edirəm. Yəni orada alınacaq nəticəyə görə. Fenerbahçe qələbə qazanarsa birinci də ola bilər, məğlub ola bilərsə üçüncü də. Panathinaikos 2 də ola bilər, 3 də. Monaco 4-cü yerdə də bitirə bilər ən yaxşı halda, ən pis halda 7-ci. Real Madrid ən yaxşı halda 4-cü, ən pis halda 8-ci. Bavariya ən yaxşı halda 4-cü, ən pis halda 10-cu, bəli, hətta 10-cu. Barcelona ən yaxşı halda 4-cü, ən pis halda 10-cu. Anadolu Efes ən yaxşı halda 5-ci, birbaşa play-offa vəsiqə, ən pis halda 10-cu. Crvena Zvezda ən yaxşı halda 6-cı. Panathinaikos'a qalib gələ bilsələr, bu da böyük sual doğurur. OAK'da Panathinaikos'u məğlub etmək çox çətindir. Ən pis halda 10-cu. Və Paris basketbolçuları ən yaxşı halda 6-cı. İlk dəfə qatıldıqları Avroliqa turnirində 6-cı sıradan play-offa vəsiqə qazana bilərlər, 10-cu ola bilərlər, amma heç kim Parisi 10-cu sıradan play-inə qatılıb, daha sonra play-offda hansısa bir rəqiblə uyğunlaşmasını istəmir. Böyük təhlükədir Paris basketbolçuları. Qaydaq qarşılaşmaya. Kem Birch, qarşılaşmanın ən məsulları oyuncusu Tarık Biberovic, Dechampierre, Devon Hall önü boşdur, bomboş üçlük. 45 dərəcədən Devon Hall fərqlənir. Bir qədər də sol forward desək daha düzgün olar. Devon Hall, o da Avroliqanın ən güclü müdafiəçilərindən biridir. Keçmiş Milanolu. Johannes Voigtman,
Bavariyanın snayperləri işin içine daxil olmalıdır, yoxsa başqa şansı olmayacaq. Bayern Münhen'in Şabaz Napier 5 saniye qaldı yenə. Bavariya hücumu böhran yaşayır. Vaxt azalır, 2 saniye atmaq lazımdır. Eliasaris. Ekstra oldu bu, ekstra. Yaxşı müdafiə Fenerbahçe'dan gəlmişdi. Onlar rəqibi geri püskürdə bilmişdilər. Wade Baldwin. Çox sürətli oynayır Wade Baldwin. Əla kat Bonzi Colson fırlandı. O bunun imza atışıdır və izləmə məsafəsindən izləmə basketini Cambridge Kanadalı oyuncu rəqib səbətindən keçirir. Carson Edwards oyunun içine daxil olmalıdır. Edwards səhvə yol verdi. Azlıqda yaxalayıb Bavariya müdafiəsini Fenerbahçe. Dechampierre give and go. Bonzi Colson. Yenə time-out götürür Gordon Herbert. Bavariya nə olub belə? Fenerbahçe bu oyunu çox ciddi alıb, çox prinsipial yanaşıb. Onlar Avroliqanı ən pis halda ikinci yerdə bitirmək istəyirlər. Üçüncü yerə düşmək istəmirlər. Çox təhlükəli rəqiblər gəlir aşağıdan. Və Paris komandasının adını bir qədər əvvəl çəkdim. İnandırım ki, size Anadolu Efes çox böyük təhlükədə. Hətta Fenerbahçe onlarla uyğunlaşmaq istəmir. Playoff'da böyük təhlükə ola bilər. Avroliqanın ən formada olan komandası. Dinləyək Şarunası, baxaq. Wade going away. When this happened, DP, you go get Devon. Okay? You pass the ball to Devon. Nico, immediately hit. 1 through 5 jump. 1 through 5 jump. Again, if you guard, you guard. Somewhere you have to jump. You have to close here. We come from opposite. If they beat us, now. Müəyyən hücum taktikalarını öz basketbolçularına izah etdi. Topun sürətlə çevrilməsini də istəyir. Şarunas Yasikevičius ümumiyyətlə Fenerbahçe tez-tez qələbə qazandığı oyunlarda ən önə çıxan statistikası məhz asistlərdir. Ona görə də bugün Fenerbahçe daha çox asist etməlidir qələbə qazanmaq istəyirsə İstanbul təmsilçisi. Və Bavariyada oyunu axmır. Oyun tıxanıb sanki. Bu tıxacı kim açacaq? Şabaz Napier bu basketbolçulardan biri ola bilər. 2 qardla oynayır Bavariya. Eliasaris, Şabaz Napier. Yenə şut saatının sonlarına qalır Bavariya hücumu. 8 saniyə. Fenerbahçe müdafiədə çox agresivdir. Johannes Voigtman. Bu set hücumundan kənar bir üçlüydü. Gordon Herbert özü də təbii ki yaxşı başa düşür bunu, amma hələ ki bir çarə qıla bilməyib. Oyunun gedişatına müdaxilə edə bilmir. Napier, Carson Edwards. Onun fərdi oyununa da ehtiyac var. İzolyasiya basketbol oynamalıdır Edwards. Oynayır. Edwards öz-özünə dəhliz yaratdı və Carson Edwards 18-35 qanayan yaranı bir qədər dayandıra bildi. Wade Baldwin. Colson bu hücum forludur. Hakemin radarına yaxalandı Bonzi Colson. Vladimir Lucic, illərin təcrübəsi. Vladimir Lucic. Bavariyanın kapitanı rəqibin səhv etməsinə məcbur etdi burada. Bonzi Colson baxın burada itələmişdi rəqibi. Bu təbii ki hücum faulu bir qədər də aktyorluq bacarığını ortaya qoymağı bacarmışdı. Yaşlı qurd Vladimir Lucic, 35 yaşı var. Yenə müdafiədə yaxşı oynayır Fenerbahçe, pas arası mükəmməl alınmışdı. Wade Baldwin, Guduric, Bonzi Colson topu çətinliklə tutdu. Guduric içəridə top istəyir. Melli foul. Bavariya ilk foulunu yazdırır pasivinə. Əvəz etmələr, dəyişikliklər olacaq. Gordon Herbert düşüncəli görünür. Bavariya bir daha xatırladım, ən son 2021-22-ci illər mövsümündə play-off'a vəsiqə qazanmışdı. Andrea Trinchieri'nin rəhbərliyi altında. Bonzi Colson, Wade Baldwin içəriyə adımladı. Baldwin
Foul Wade Baldwin'e qarşı. 2 cərimə atış yerinə yetirəcək Wade Baldwin. Carson Edwards foul etmişdi. Edwards da Bavariyanın ən dəyərli basketbolçusudur. Necə ki Nigel Hayes Davis haqqında bu sözləri söyləmişdik. Əgər Fenerbahçe bugün qələbə qazanacaqsa dəqiq 2-ci sırada olacaq. Və üstəlik belə bir şansla yaranır onlar üçün. Maccabi Tel Aviv səfərdə bir qədər sürpriz görünür. Onların Olympiakos üzərində qələbə qazanması, o zaman Fenerbahçe 1-ci sıraya yüksələcək. Amma belə bir uğursuzluq da var. Avroliqa bütün zamanlar ilk pilləni tutmuş müntəzəm çempionatda hər hansı bir kollektiv çempion ola bilməyib. Elə Fenerbahçe üçün ikinci yerdə kifayət edir. Mən düşünürəm ki, Şarunas da bu uğursuzluğu öz komandasına yansıtmaq istəməz. Necə ki 2012-ci ildə tarixin ən güclü komandalardan biri CSKA Moskva bu uğursuzluğa tuş gəlmişdi. Olympiakos həmin uğursuzluqları dəfələrlə yaşayıb. Vladimir Lučić Bavariya hücumdadır. Nick Weiler-Bepp, Johannes Voigtman, pick and roll ümumiyyətlə alınmır Bavariyada elə ki. Carson Edwards yenə hücum saatının sonlarına qalır. Bavariya Edwards, çox yaxın müdafiəsi var Marko Guduric'in və foul. Marko Guduric Edwards'a qarşı keçmiş Fenerbahçalıdır Carson Edwards, amma onun da oyununu bəyənməmişdi cənab Dimitris Ituidis. Apoel Tel Avivlə hal-hazırda Eurocup'da final oynayır. Və növbəti il Avroliqanın genişlənmək planı da var. Biz Apoel Tel Avivi dəqiq görəcəyik növbəti il. Və seriyada 1-0 onlar irəlidədirlər. Vladimir Lučić tərsliyap. Uğursuz olsa da 2 cərimə atış yerinə yetirəcək Vladimir Lučić. Avroliqanın qardaş turniri, belə deyək, Eurocup, qitənin ən dəyərli ikinci klub turniri. Finala Hapoel Tel Aviv və Gran Canaria klubları yüksəliblər. Hesab 1-0'dır. Və öz ev oyunlarını Bolqarıstanda keçirir Hapoel Tel Aviv. Dimitris Ituidis növbəti ildən Avroliqanın genişlənməli, böyüməli olduğunu basketbol mediasına açıqlamışdı. Təbii ki, bir qədər də məşqçi öz marağını burada düşünür. O da yenidən Avroliqaya qayıtmaq istəyir. CSKA Moskva klubunda öz adından söz etdirmişdi uzun illər. Jelko Obradoviç'in köməkçisi olub Panathinaikos'ta. Dimitris Ituidis, Yunan mütəxəssis, Fenerbahçe'nin köhnə məşqçisi. Marko Guduric ayaqla müdaxilə, şut saatı 14 saniyə yox, elə qalan vaxt ərzində davam edəcək. 15 saniyə vaxt qalıb. Nick Weiler-Bepp nə olub bu basketbolçuya bugün? Özünə qətiyyən bənzəmir, amma ikili oyunu çox yaxşı oynaya bilən basketbolçulardan biridir. Nilski Fayda yoxdur oyun içində. Şabaz Napier haqqında da o qədər xoş sözlər söyləmək olmaz. Və Nigel Hayes Davis oyundadır. Marko Guduric yan xətdən topu oyun zonasına daxil edəcək. Erik McCollum. Edwards müdafiə edir onu. McCollum, Marko Guduric, tərəddüd yoxdur. Basket də yoxdur. Şansanı Bavariya üçün. Nick Weiler-Bepp. Vladimir Lučić, o da tərəddüd etmədi. Yenə də uğursuz qayıdır hücumdan Bavariya. Bugün çəmbəri çox döydü. Halqaya çox əziyyət verdi Bavariya. Guduric, step back üçlük. Marko Guduric. Və alqışlayır bu üçlüyü. Düzgün qərar kimi Şarunas. Bavariya hücumunda xaos var. 19-37. Körtəbi hücumlar davam edir Bavariyada mütləq şəkildə. Onlar oyun ipini əllərinə almalıdırlar. Nigel Hayes səbətə baxmadı. İçəriyə addımlamaq istəyirdi Nigel Hayes Davis. Marko Guduric driblingi davam etdirir. Nicolo Melli 3 xallıq. Nicolo Melli bugün özünü çox yaxşı hiss edir İtalyan uzun. 19-40, 21 xallıq fərqi Bavariyanın. Ən sadiq azarkeşləri də oyunun əvvəllərində öz komandalarından gözləmirdilər və 21 xal
Fərq çox böyükdür, bu fərqdən geri dönüş etmək olduqca çətindir. Fenerbahçe kimi güclü müdafiə xəttinə malik bir komandaya qarşı və Nicolo Melli. Bugün əlləri od tutub yanır Nicolo Melli'nin. Devin Booker, Voigtman, Vladimir Lucic rəqibi tərs ayaqda yaxaladı. Kimə? Burada özü bitirsə daha yaxşı olardı. Dechampierre, Nigel Hayes Davis. Hücumda yerləşdi Fenerbahçe. Nigel Hayes Davis, Erik McCollum xətti tapdalamışdı. Hər iki komanda da səhvlər olur, amma bu xaosdan hələ ki qələbə ilə çıxan Fenerbahçe klubudur. 5 dəqiqə 22 saniyə qalıb. Sadə vəziyyətdə Erik McCollum səhvə yol vermişdi. Nick Weiler-Bepp bir gözəl, düzgün hücum görməmiş hələ ki Bavariyadan. Sistemli şəkildə bir olan hücum. Edwards yenə də birə-bir oyun keyfiyyətlərindən istifadə etməyə çalışırdı. Oyunu zonasına topu çətinlə saxladı Nicolo Melli. Nigel Hayes Davis 3 xallıq driblin güzəli, bu da dəqiqdir. Nigel Hayes Davis Bavariyanı öz silahı ilə vurur. Fenerbahçe üçlüklər Türkiyə təmsilçisində daha yaxşı alınır. Carson Edwards, Johannes Voigtman, Nick Weiler-Bepp. Doğrudan da Yaskevicius dediği kimi də üçlük zonasını mükəmməl müdafiə edir. Əvəs yeri Avropanın ən ağıllı, ən detallarda oyunu oynaya bilən güclü məşqçilərindən biri sayılmır Şarunas. Obradoviç məktəbi görüb Şarunas Yaskevicius. Oyunçuluq zamanında da məhz belə detallara fikir verən bir məşqçi, oyunçu idi və daha sonra da məşqçi. Üçlükdən heç nələ yadda qalmayıb Bavariya. Erik McCollum hərəkətli üçlük alınmadı. Voigtman müdafiədə rebound edir. 21-43. Edwards, Voigtman, Devin Booker tərəddüd etdi o da. Booker, Vladimir Lucic. 3 saniyə. Hücum 3 saniyəsi. Bu da səhvdir. Bu da top itkisidir. Fenerbahçe'nin folakları dolub. 21-43. Bavariyanın ilk hissə sona yaxınlaşarkən 21 xalla qalmağı sürprizdir. Mənfi mənada təbii ki. Və növbəti time-out. Fərqi erkən açdı Fenerbahçalılar. İkinci 10 dəqiqənin hesabı 8-15'dir. Birinci periyod 13-28. Yekunlaşmışdı ümumi hesab 21-43. Və deməyə sözü çoxdur. Gordon Herbert'in, Coach Gordy və Fenerbahçe'da zədəli basketbolçular Scottie Wilbeck'in ümumiyyətlə mövsümü bağlayıb. Artur Žagars basketbolçuda yoxdur. Bavariyada isə Oscar da Silva bugünkü oyunda iştirak etmir və ümumiyyətlə Erik McCollum'un da bu oyunda oynayıb oynamayacağı sual altındaydı, amma heyətə daxil olundu. Bu basketbolçu və hal-hazırda parketdə ən dəyərli basketbolçulardan biridir. 37 yaşında ikinci baharını yaşayır Erik McCollum. Onun qardaşı Okean Otay'ında Amerika Milli Basketbol Asosiasiyasında oynayır. New Orleans Pelicans heyətində söhbət CJ McCollum'dan gedir. Bax, bu oğlanın da NBA hədəfi var. Yenidən NBA'yə qayıtmaq istəyir. Nigel Hayes Davis Avropa basketbolunun ən önəmli oyuncularından biri sayılır. Nigel Hayes Davis üçlük alınmadı. Danko Brankovic oyundadır. Ortanı bağlamaq üçün, səbəti qorumaq üçün Xorvat basketbolçunu oyuna daxil edib Gordon Herbert. 2 uzunla oynayır Devin Booker'də. Məhz oyundadır və yenə də müdafiədə rəqibi geri püskürdür Fenerbahçe. Erik McCollum, Marko Guduric temp bir qədər aşağı düşdü oyunumuzda ilk periyodla müqayisədə. Nigel Hayes Davis əldən təslim.
slip cut içəriyə doğru Nicolo Melli'dən. Burada Nigel Davis hesablanmışdı bu hücum, amma Nigel Davis hədəfi dəqiq nişan ala bilmədi. Nick Weiler-Bepp. Və yenə də nə qədər aqressiv oyun nümayiş etdirir Nigel Davis. Çox istəyir bu mövsüm Fenerbahçe çempionluğu. İpləri artıq birinci periyodun sonlarından etibarən çox bərkidib müdafiədə. Nigel Davis bu mövsüm obrazlı şəkildə desək, bilirsinizmi bizə nəyi xatırladır? Qan qoxusunu alan vəhşi köpək balığını. Çox aqressiv basketbol oynayır Nigel Davis. Parisə qarşı qələbə gətirən şutu da atmışdı Nigel Davis. Ümumiyyətlə Avropa basketbolunda Şarunas Jaskeviçlə çox çalışıb və ən çox oyuncu məşqçi işbirliyi məhz bu iki şəxsə yox, təbii ki Luka Banki və Daniel Hackett aiddir. Bamberg, Siena, Milano, Virtus Bologna. İkinci yerdə məhz Nigel Davis ilə Şarunas Jaskeviçus gedir bu sıralamada. Žalgiris Kaunas, Barcelona və Fenerbahçe. Jaskeviçus, Nigel işbirliyi. Bu isə Danko Brankoviç'dir. 2 üstə gələk 1. Xarbat uzun cərimə atışında yerinə yetirəcək. 3 xallıq oyunu tamamlamaq üçün 2 metr 16 santimetr boyu var Danko Brankoviç'in. Bir zamanlar böyük prospektlərdən biri göstərilirdi. NBA hətta bu oyuncunun getməsi gündəmdə idi, amma draft olunmadı. Zədə səbəblərindən və bir sıra məsələlərdə bura əlavə etmək olar. Cibona basketbol məktəbinin yetirməsidir. Hansı ki, həmin klub yada düşəndə bir mərhum şəxsi də biz xatırlamalıyıq. Mütləq ki, basketbolun Mozartı Dražen Petroviç'dən söhbət gedir. Tanrıdan rəhmət dilirik bu basketbolçu. Avropanın gəlmiş keçmiş ən dəyərli oyuncularından biri olub. Hətta dünyanın. Jilson Bango oyundadır bu arada. Nigel Davis, hərəkətli üçlük. Nigel Davis çox aqressivdir. Bavariyanın öz silahı ilə yenə də vurur. Fenerbahçe çox ağır yaralar aldı. Alman tankı birinci hissədə. Panzer məhv olmaq üzrədir. Arkada isə biz Fenerbahçe azarkeşlərini görürük. Almanya onlar üçün ikinci Türkiyədir. Uzaq ikilik. Ayağı xətti tapdal edə bilərdi və vaxta da baxır hakimlər. 24-46 Fenerbahçe'nin foul haqları da olub. Bavariyan passivdə 2 foul var. Danko Brankoviç və Devin Booker yaxın məsafədən dəqiq basketlə yadda qaldı. Son 2 dəqiqə. Devon Hall top aparan basketbolçudur. Şabaz Napier biz yenidən oyunda görürük. Jilson Bango, Nigel Davis, Devon Hall, Nigel. Rəqibi tərs ayaqda yaxalamaq istəyirdi. Yaxşı qaldı onun qarşısına Devin Booker. Devon Hall vaxt azalır. Bir side step. Devon Hall üçlük. Top halqadan geri qayıdır. Nils Giffey. Giffey adımladı. Şabaz topladı. Nick Weiler-Bepp, Devin Booker uzundan qısaya ötürmə. Nils Giffey. 5 nömrəli basketbolçu tərslə yapla. Hücumu xalla yekunlaşdırır. 28-46 bu timeout'u cənab Şarunas götürür. Yaxınlaşmağını istəmir Bavariyanın. 28-46 Sapgarden'də Fenerbahçe'nin üstünlüyü davam edir digər oyunlarda. Hansı hesablar qeydə alınır? Gəlin birlikdə baxaq. Hansı hesablar qeydə alınır digər görüşlərdə? Asvel Monaco oyununda 25-33 hesab. Qonaqların üstünlüyü var. Asvel üçün çox önəmli bir qarşılaşmadır. Çünki onlar tarixlərində ən çox qələbə qazandığı mövsümü keçirə bilərlər. 13 qələbələri var, 14 qələbə rekorddur onlar üçün. Düzdür, onların nə play-in, nə play-off şansları yoxdur. Olympiakos Makkab oyununda
qırğın gedir, belə deyək. Maccabi saatlı bomba olub son oyunlarda. Odet Kataşın yetirmələri bu il bildiyiniz kimi məlum səbəblərdən öz ev oyunlarını İsraildə yox, Arena Yadelyao'da yox, məhz Aleksandr Nikoliç holda, keçmiş adıyla Pionir holda keçirir və istənilən rəqibə qarşı istənilən oyunu diktə edə bilir. Maccabi Tel-Aviv növbəti ildən əgər məlum məsələlər öz yerini tapsa, öz əlini tapsa və biz yenidən Yadelyao'da görəcəyik Maccabini öz azarkeşləri qarşısında 40-40 hesab. Milano Baskonya 21-12, Ettore Messina'nın yetirmələri hesabda irəlidədirlər. Partizan Real Madrid oyununda hesab 16-20'dir. Real Madrid üçün çox önəmli bir qarşılaşmada. Partizan mövsümü bağlayıb artıq. Biberovic qaydaq qarşılaşmaya, səhvə yol verdi Tarık Biberovic. Bir qədər boşalma yaşanır Fenerbahçe'da. Rahatlıq öz sözünü deyir. Hesab buna dəlalət edir təbii ki və 59 saniyə qalıb böyük fasiləyə. 28-46 Fenerbahçe'nin üstünlüyü davam edir. Biberovic səhvə yol vermişdi sadə bir vəziyyətdə və bu Şarunası məmnun etmədi. Nick Weiler-Bepp, Danko Brankovic skrinə gələn basketbolçuydu. Nick Weiler-Bepp şov-apa gəlmişdir. Gilson Bango, Devin Booker üçlüyə alınmadı. Şans anı Fenerbahçe üçün. Top çəmbərin içərisindən çıxır. 14 saniyə qalıb hücumun yekunlaşmasına və üçlü atışlarda 39% mövsüm ərzində dəqiq üçlü atan Bayern Münhen bu mövsüm ən zəif üçlü performansını bizə göstərir. Shabazz Napier İçəriyə adımladı. Napier ötürmə zəif tərəfə. Nick Weiler-Bepp top çəmbərin sol tərəfinə dəydi. Shabazz Napier bəstəboy Puerto Rikolu reboundu götürmüşdü. Nick Weiler-Bepp ikinci cəhdində hədəfi dəqiq vurur. 31-46. Johannes Voigtman sıxdı yumruğunu. O da inanır komandasına. 15 xallıq fərq müasir dünya basketbolunda heç nədir. Fərqi bir qədər azalda bildi Bavariya time-outlardan sonra. Bu hücum fouldu. Hakimin radarına yaxalanan Gilson Bango'dur. O elə ki xamdı. Ötən reportajlarda da bu haqda danışmışdım. Yoxsa Wade Baldwin'ə mi yazıldı hücum foulu? Fərq etməz. Onsuz da Bango'nun xamlığı hamıya məlumdur və Şarunas növbəti mövsümlər üçün bu basketbolçunu hazırlayır. Amma bir məqam məni düşündürür. Şəxsən bir şərhçi olaraq, Avropa basketbolunu yaxından izləyən şəxs olaraq nəyə görə Jonathan Motley komandadan göndərildi? Hapoel Tel-Avivdə bu mövsüm çox yaxşı basketbol oynayır və Fenerbahçe ilə bağlı, Şarunasla bağlı açıqlamaları olmuşdu. Mənim oyunumun bu qədər inkişaf etməsində Şarunasın çox böyük rolu olub. Və onun oyunu təqdir edirəm, onun oyun üslubuna heyranam. Həmin dönəmlərdə çox baskı vardı mənim üzərimdə və həmin baskıdan çıxaraq hal-hazırda bax belə bir basketbol oynaya bilirəm. Shabazz Napier 7 saniyə qaldı. Böyük fasilə. Napier əla kat etmişdi. Andres Obst, Devin Booker ekstra ötürmə 1 saniyə uçurdu havaya Devanolu. Shabazz Napier üçlüyə alınmadı. Çox həll edici üçlülərdən biri ola bilərdi amma Puerto Rikolu bax bu bəstəboy oğlan şutu qaçırdı. Beləcə hörmətli basketbol həvəskarları oyunumuzda ilk hissə yekunlaşır. Fenerbahçe'nin 31-46 hesabıyla üstünlüyü var. Avroligada 34-cü həftə müntəzəm çempionatın son həftəsi və oyunumuzda hal-hazırda böyük fasilə qeydə alınır 3-cü periodda yenidən eşidilmə ümidi ilə. Avropa basketbolunda 34-cü həftənin son oyunlarından biri Köhnə qitə basketbolunun ən dəyərli klub turniri Avroligada müntəzəm çempionat artıq yekunlaşmaq üzrədir. Hal-hazırda biz Almaniyanın Münhen şəhərində yerləşən Sabgardenə bağlanmışıq. 31-46 hissədən sonra yerli komanda hələ ki Fenerbahçe'yə müqavimət göstərə bilmir. Fenerbahçe'nin 15 xallıq üstünlüyü var. Hər iki komanda üçün çox önəmli bir qarşılaşmadır və reportajın əvvəlində qeyd etdiyim kimi Avroliqanın tarixində hələ belə bir maraqlı mövsüm olmamışdı. Son turdu amma heç bir klubun hansı nöqtədə çempionatı bitirəcəyi dəqiq məlum deyil. Ələxüsus da ilk 10-luqdan bəhs edirəm. Çünki komandaların hər oyundan sonra turun cədvəlindəki mövqeləri
dəyişə bilər. Bavariya klubu hal-hazırda 19 qələbə, 14 məğlubiyyətlə 6-cı sırada qərarlaşıb. Düzdür, onlar indi play-off zonasına vəsiqə qazanmaq uğrunda mübarizə aparırlar. Birbaşa play-offa düşmək istəyirlər. Düzdür, indi play-off zonasında qərarlaşıblar. Amma bu heç nə demək deyil. Çünki digər rəqiblərdən də onların işi asılı olacaq. Fenerbahçe ikinci yerdə gedir. Onlar play-offu belə deyək artıq təmin ediblər. 22 qələbə, 11 məğlubiyyət. Son turda Fenerbahçe gözlənilməz şəkildə Barcelona'ya məğlub oldu. 15 xallıq fərqli hesabda irəlidə idi və 36-19'luq bax belə bir seriya gəlmişdi oyunun bir yerində. Fenerbahçe təslim olmuşdu, ağ bayrağı göstərmişdi. Bavariya isə məhz 2021-22-ci illər mövsümündə Avroligada play-offa vəsiqə qazanmağı bacarmışdı. Bax belə, Carson Edwards'ı göstərir bizə Alman rejissorlar. Komandanın kapitanı Vladimir Luçic'dən dəstəyi aldı. Carson Edwards onun oyundan çox şey asılı olacaq. Avropanın dominant qardlarından biri hesab olunur. NBA patentli oyuncu, görək nələrlə yadda qalacaq. Guduric, Biberovic, Eric McCollum, Nigel Hayes Davis və Kem Birch. Fenerbahçe'nin beşliyi bax belədir. Lucic, Voigtman, Booker, Napier, Carson Edwards beşliyi Bavariyada. Parketdə 3-cü 10 dəqiqəlikdə mübarizəyə start verib. 2 cüt qardlı sistemlə, belə desək daha düzgün olar. Cüt qardla mübarizəni davam etdirir Gordon Hayward, Napier və Carson Edwards. Burada isə foul Devin Booker'ə qarşı, o da keçmiş Fenerbahçalıdır. Devin Booker Kem Birch foul etmişdi. Kanadalı uzun. Devin Booker cərimə atışlarını yerinə yetirəcək. Tarık Biberovic, Metecan Birsen, Marko Guduric, Nigel Hayes Davis, Melih Mahmutoğlu, Deşan Pierre və Scottie Wilbeck'inlə komanda yoldaşı olub. Bu basketbolçu 2023-cü ildə Fenerbahçe'dan ayrılmışdı. 2-1 ilə yadda qaldı. Devin Booker, Marko Guduric sıralı pərdələmələr. Nigel Hayes Davis, Kem Birch, Guduric pərdənin tərsinə getdi. Biberovic tərs ayaqda yaxaladı. Dirsəkdən orta məsafə alınmır. Bəli, Şabaz Napier. Ötürmə zəif tərəfə Voigtman, Carson Edwards çox uzaqlardan. Carson Edwards üçlük pərdəsini açdı. Görək. Bunun davamını gətirə biləcəkmi? Eric McCollum'a xüsusi ekstra müdafiə tətbiq edir Gordon Herbert. Marko Guduric inamlı, cəsur addımlar bitirə bilmədi. Nigel Hayes Davis önü bomboşdur. 3 xallıq atış top səbətdədir. Nigel Hayes Davis klassik musiqiləri çox sevir. Nigel Hayes Davis, Edwards üçlüyə alınmadı. Devin Booker yaxın məsafədən dönərək fadeaway. Dəqiqalında klassik musiqilərdən nəyə görə məhz etdim? Məhz Parislə oyunun son saniyəsində atdığı dəqiq üçlüyü bir musiqi ilə qeyd etmək istəyirdi. Məhz oyundan sonra Deniz Aksoya, Avroliqanın meydan nümayəndələrindən biri olan bu xanıma Nigel Hayes Davis yenə də üçlük dəqiq alınır. Mənim fikrimi tamamlamağa qoymadı Nigel Hayes Davis. Həmin xanım ona sual verərkən hansı parçanı, hansı musiqi parçasını məhz bu şutun gedişində dinləmək istəyərdim. Bu video çarx kimi sənə təqdim olunsaydı hansı musiqini bu həmin video çarxa əlavə etmək istəyərdin? O məşhur piyanist, məşhur bəstəkar Chopin'in bir parçasının adını çəkmişdi. Nocturne nömrə 9. Bax belə klassik bir musiqi. Nigel Hayes Davis hətta maraqlı bir açıqlama da vermişdi ki, ölüm döşəyində olarkən məhz bu mahnını dinləmək istəyərdim. Elə bu videoda da məhz bu mahnı olsun, bu musiqi parçası olsun. Carson Edwards bitirə bilmədi. Devin Booker
Hücumda reboundu götürmüşdü. Yenə bitirmək alınmadı və Marko Guduric bu dəfə topu ələ keçirir. Nigel Davis, tərəddüd yoxdur, basketdə yoxdur. Üçüncü ardıcıl üçlüyü qeyri dəqiq alınmışdı. Nigel Davis'in bir qədər əvvəl, bundan əvvəl 2 dəqiq üçlüyü yadda qalmışdı. Eyni tərs nöqtələrdən belə deyək, sol və sağ forvardlardan Biberovic, transition üçlüyü, Tarık Biberovic amma ayağı xəttə idi, bu ikili idi, uzaq ikili, Tarık Biberovic. Almaniyada yaşayan türklər sevinir, Fenerbahçe azarkeşləri. Şabaz Napier, 2-3 zona müdafiəsi tətbiq edir Fenerbahçe. Napier, Davis var onun qarşısında, Devin Booker geriyə açıldı, üçlüyü alındı Devin Booker. Hər iki komanda artıq üçlük atışlarda öz oyun üslublarını bir qədər də yaxşılaşdırırlar. Elə xüsusda Bayern Münhen. Erik McCollum, o da dəqiq oynuyor. Erik McCollum, yağış var. Sapgarden'də üçlük yağışı. Leysan olmasa yaxşıdır qarşıdakı dəqiqələrdə. Edwards. Dəyişmə müdafiəsində məhz Ken Birch onun qarşısında qalmışdı. 40-59, 3-cü periyod çox məhsuldar başladı. Devin Booker'ın üçlüyü bizə təqdim olunur və qarşılaşmanın ən məhsuldar basketbolçusu kimdir? Nigel Davis. 17 xal toplayıb bu basketbolçu. Şarunasının ən güvəndiyi oyunculardan biridir. Burada topu komandası adına qazandı. NHD topladı Nigel Davis. Edwards müdafiə etməyə çalışdı. Onun yardım müdafiəsi dərhal gəldi, amma Johannes Voigtman, Alman uzun qaydanı pozur. Dünya çempionu Nigel Davis'e qarşı foul edir. Devin Hall topu səbətin altından oyuna daxil edəcək. Erik McCollum, Şabaz Napier'in yaxın müdafiəsi var. NBA patentli Şabaz Napier. Devin Hall və hücum foulu hakimin radarına yaxalandı pərdə qoyarkən Nicolo Melli, İtalyan uzun. Fenerbahçe 4-cü foulunu yazdırır pasifinə. Beləcə erkən foul haqlarını doldurdu Fenerbahçalılar. Bundan sonraki hər toxunuş Bavariya basketbolçularını cərimə atışlarına götürəcək. Vladimir Lučić, Serbiyalı forvard addımladı içəriyə doğru. Veteran orta məsafəni qaçırır. Şansanlı Bavariya üçün Johannes Voigtman, Lučićə doğru ötürmə yox. Bugün Bavariyada hücum mexanizmi işləmir. Xətlər arasında ümumiyyətlə əlaqə itibi artıq 19 xallıq fərq var. Oyunu bağlamağa çox yaxındır. Fenerbahçe yekün yumruğu vurmağa çox yaxındır. Və 14 dəfə top itirib Bavariya. Biberovic 3 xallıq alınmadı. Lučić müdafiədə reboundu götürür. Şabaz Napier çox cəld, sürətli bir basketbolçudur. Napier əldən təslim handoff oyunu Devin Booker'lə və növbəti foul Devin Hall'dan. Bavariyada hücum taktikası o qədər də qəliz deyil. Əgər şuterlərin oyunu alındısa, bu komandanın qarşısını almaq çox çətin olur. Necə deyərlər, Alman maşını işlədisə, onun qarşısını kəsmək çox mürəkkəbdir. Və bugün Almanların uzaq artilleriyası işləmədi. Hələ ki, hesab bizə bunu deyir. %41-59 və 42-ci xalını qazanır Bavariyanın. Devin Booker yavaş-yavaş 3-cü 10 dəqiqəliyin ekvatoruna yaxınlaşırıq. 5 dəqiqə 15 saniyə. Devin Hall, Virginia Universitetinin məzunu Devin Hall, Erik McCollum üçlüyü alınmasa da Nicolo Melli.
Hücumda rebound edir. İkinci Fenerbahçe dönəmidir. Nicolo Melli də NBA'dən sonra yenidən qayıtdı Milanoya. Daha sonra Fenerbahçe. Nigel Ace Davis vaxt bitərkən. Nigel Ace Davis. Məhz bu gənc azarkeşi əsəbləşdirdi dəqiq üçlüyü ilə. Carson Edwards vücudunu araya qoydu və bitirdi. Fiziki cəhətdən o da qüvvətli oyunculardan biridir. Nicolo Melli, Tarık Biberovic. Orta məsafə, Tarık Biberovic. 2 xallıq uğurlu alındı. Edwards'a meydanın mərkəzində ikili sıxışdırma. Bu ikili sıxışdırmadan çıxmışdı, amma foul Edwards'a qarşı tətbiq olunur. Fenerbahçe foul limitini doldurmuşdu. Bu avtomatik olaraq 2 cərimə atışı deməkdir. Və Nigel Ace Davis'in üçlüyü bizə təqdim olundu. 20-ci xalını qazandı. Nigel Ace Davis, statistikaya baxaq. Oyunun həyata qalan hərəkəti bizə təqdim olunur. Dechampierre'in ötürməsindən sonra Bonzi Colson tam dank da demək olmaz buna. Nəyə görə maraqlıdır bu epizodu seçib? Avroliga. Now we go set a ball screen. All right, get him off it. All right, normal check. 44-64 bir qədər əvvəl Onur Alp Bitim Türkiyəli basketbolçu bizə təqdim olundu. İcarə əsasında Bavariyada oynayır və növbəti mövsüm Fenerbahçe onu heyətə gətirmək istəyir. Belə olacağı təqdirdə Chicago Bulls'un keçmiş basketbolçu əgər Fenerbahçe niyyətində möhkəmlənə biləcəksə, o zaman komandadan ilk gedən Dechampierre Pierre olacaq. Fenerbahçe niyyətində yaxşı post-up oynaya bilən basketbolçulardan biridir Dechampierre. Çox qalın bir basketbolçudur. Və Nigel Ace Davis 20 xal, 1 rebound, 5 asistlə oynuyor. Nigel Ace Davis Carson Edwards'ın aktivində 7 xal var. Nə asist edib, nə rebound götürüb. İndi 2 cərimə atışını yerinə yetirəcək. Devin Booker 12 xalla 7.8 bal alıb hələ ki oynadığı oyuna görə Bavariyanın məhsuldar basketbolçusudur. 45 xal Bavariya üçün çox aşağı bir göstəricidir həqiqətən də. Edwards 2-də 2 Carson Edwards. Nicolo Melli, Biberovic rəqibin ayağına hücum etmişdi və Nils Giffey foul edir. 5 nömrəli oyuncu, dünya çempionu Gordon Herbert'in rəhbərliyi altında məhz Almanya millisi niyyətində o da dünya çempionatında yer almışdı. Eric McCollum topu çox çətin ilə oyun zonasına daxil etdi. Əldən təslim. Nicolo Melli'dən Eric McCollum 8 saniyə qalıb şut saatının sonuna. Nicolo Melli, Nigel Ace Davis tapdı. 4 saniyə. Nigel Ace Davis qaldırdı attı üçlüyü. Şut gerdeyə qalınır. Weiler Bepp topladı. Danko Brankovic üçlüyü atır, o da çox maraqlıdır. Danko Brankovic yox. Üçlüyü alınmadı. Andy Obst. Yenidən topu Obst'a ötürdülər. Andy Obst yaraşmadı dünya çempionuna. Avropanın ən kəskin atışıdır Andreas Obst. Nicolo Melli. Biberovic. Nicolo Melli. Devon Hall. İçəriyə adımlamaq istəyirdi. Andreas Obst bugün çox zəif oyun keçirir. Və bir basketbolçu var ki, hal-hazırda
Tenerife klubu niyyətində oynayır. Hörmətli basketbol sevərlər, bu oyunçunu bir kənara qeyd eləyin. Yəni bu reportajda aprel ayının 10-unda bu sözü deyirəm. David Kramer, o da Alman basketbolçudur. Və növbəti il bu basketbolçunu Avroligada görə bilərsiniz. Avropanın hal-hazırda ən kəskin, ən formada olan snayperidir David Kramer. Alman və Amerikalı. Qarışığı var bu basketbolçunun, amma Almaniya vətəndaşıdır. Ağ basketbolçudur, belə deyək. Və ağdərli basketbolçuların çox yaxşı şut attığını amma yaxşı bilir. İşi sırf üçlüyü atmaqdır David Kramer'in. Burada isə Niskifaya qarşı foul, 2 cərmə atışı yerinə yetirəcək. Daha doğrusu düzəldirəm bu məqamı, Slovakiya, bəli. Slovakiya və Almaniya vətəndaşlığı var David Kramer'in. Çox keyfiyyətli bir oyuncudur. Və Avropa basketbolunda öz adından söz etdirəcək 28 yaşlı shooting guard. Qaydaq qarşılaşmaya fərq çox böyükdür. 48-64, 16 xallıq fərq. Wade Baldwin keçmiş Bavariyalı. Məhz Bavariyada çıxış yaxalamışdı Avropa basketbolunda. Debütü də məhz bu klubda etmişdi. Avroligada. Devon Hall addımladı. Cəsur addımlar amma blok. Danko Brankovic, Xorvat blokladı. Və Onur Alp bitimi oyunda ilk dəfə olaraq biz parketdə görürük. Həyatda ən böyük arzularından birini reallaşdırıb bu basketbolçu. NBA'də oynayıb o Chicago Bulls niyyətində. Andy Obst çox uzaqlardan. Yox, bugün Obst'un oyunu getmir. Eric McCollum rəqsi davam etdirir. McCollum ötürmə. Wade Baldwin dayandı. Devon Hall baxdı sahada. Birə-bir oynamaq istəyir Devon Hall. Brankovic qaldı onun qarşısında. Nigel Ace Davis. Anlaşılmazlıq yaşandı. Əslində Nigel yerində durmasını istəyirdi Nicolo Melli'dən. Amma Nicolo Melli səbətin altına doğru kat reallaşdırırdı. Top etkisi yazıldı Fenerbahçe'nin pasivinə. Nick Weiler-Bepp. Eric McCollum var onun önündə. Müdafiə edir onun. Switch zamanı Nicolo Melli şovapa gəlmişdi. Niskifay. Digər bir sniper. Niskifay. 51-64 fərqi 13 xala qədər endirir. Bir ara 20'ye yüksəlmişdi fərq və Bavariya hələ ölmədiyini deyir. 20-18'dir 3-cü 10 dəqiqəliyin hesabı. 13 xallıq fərq. Ən azından sona qədər mübarizə aparacaq Almanlar. Və digər statistikalara gəlin nəzər yetirək bu oyunda. 54% üçlüyü atır Fenerbahçe, 20% Bavariya, 20'də 4, cəmi 4 dəqiqə üçlüyü var. Şarunas çox yaxşı təhlil edib Bavariyanın kəskin atıcılarını. Onlara çox yaxşı və yaxın müdafiə tətbiq edir Litvalı məşqçi. Old school məşqçilərdən biri sayılır Gordon Herbert. Yəqin ki, dünya çempionatında Dennis Schroeder'lə Gordy Herbert arasında olan o kiçik insidenti çoxlarınız xatırlayırsınız. Və Dennis Schroeder'in qolundan tutaraq oturmasını tələb etmişdi, amma Dennis Schroeder bir superstardı, bir ulduzdu. Və NBA basketbolçusuna belə bir hərəkət etmək hər məşqçiyə nəsib olmur.
Təbii ki, bu məşqçilər çoxdur Avropada. Jelko Obradoviç məşqçilərdən biridir. Erik McCollum taymat sonrası Fenerbahçe hücumdadır və lövhənin köməyi ilə xalı Fenerbahçe'nin aktivinə yazdırdı. 10 hücum reboundu götürüb Bavariya, amma yenə də onlar hesabda 15 xallıq fərqlə geridədirlər. Üçlükləri alınmır. Əsas problem budur. Üçlüyü alınmır Bavariyada. Və görün müdafiə harda başlayır Fenerbahçe'da. Onur Alpit'in fake'i çox yaxşı göstərdi. Ötürmə, Nils Gifay. Çox çətin vəziyyətdə bir üçlük topu lövhənin üstünə vurdu. Və Fenerbahçe ilə müdafiədə ipləri timeoutdan sonra çox sıxdı, çox bərkitdi. Devon Hall. Hücum faulu Devon Hall. Danko Brankovic faulu aldırdı Devon Hall'a. Charge Devon Hall'dan. Və 9 dəfə steal yadda qalıb. Bu da önəmli statistikalardan biridir. Fenerbahçe 9 dəfə topu oğurlamağı bacarıb. Ən böyük fərq 24 xal olub hətta. Düzəldirəm. 20 xal yox, məhz 24 xalla irəlidə olub Fenerbahçe. Andres Obst. 51. 66. Wade Baldwin. Aleyhup'u tamamladı. 51. 68. Nick Weiler-Bepp. Onur Alpit'in 2 saat arasında 11 saniye fərq var. Andres Obst. Avroliqanın ən kəskin atıcısı Brankovic. Foul Danko Brankovic'e qarşı Dechampierre səbətin altında foul edir. Aleyhup'un təkrarı Wade Baldwin. Amerikalıların atletizminə söz ola bilməz və Wade Baldwin hara tullandı. Wade Baldwin o qədər də hündür basketbolçu deyil. Düzdür, öz mövqeyinə görə fiziki cəhətdən güclü oyuncudur. 1,93 cm boyu var. Bu Aleyhup'a gözəllik verən onun boyu yox, məhz atletizmidir. Wade Baldwin Avropanın ən önəmli qardlarından biri sayılır. Baskoniyada və Bavariyada öz adından söz etdirmişdi. Daha sonra Maccabi karyerası və Şarunas bu oyuncunu heyətə qatdı. Wade Baldwin burada müdaxilə etdi bu topa. Komandasına qazandırdı. Son 10 saniyə Fenerbahçe adına Wade Baldwin. Nick Weiler-Bepp çox yaxın müdafiə Weiler-Bepp'dən. Wade Baldwin ki birə-bir oynayır. Topu geriyə çıxardı. Dechampierre 1 saniyə qalmış. Topu əlindən çıxardı amma üçlük geridə qalınır. 3-cü 10 dəqiqəlik yekunlaşdı oyunumuzda. Qarşıda bizi sonuncu həll edici periyod gözləyir. 52-68. Fenerbahçe çox rahat şəkildə qarşılaşmanı davam etdirir və 4-cü periyodun əvvəllərində əgər fərqi bir qədər də artıra bilsə İstanbul klubu o zaman oyunu bağlayacaq. Qələbə Fenerbahçe'nin ikinci pillədə qalacağına işarə edir. Digər oyunlardan hansı hesablar qeydə alınır? Gəlin bu hesablara baxaq. Olympiakos Maccabi oyununda Yunanlılar hesabda irəlidədirlər. 66-58. Bu o deməkdir ki, Olympiakos müntəzəm çempionatı ilk sırada tamamlayacaq. Oyun Yunanlıların qələbəsi ilə yekunlaşacaqsa, Pireyillər müntəzəm çempionatı lider kimi bitirəcəklər və play-indən sonra play-off 8-liyində 8-ci sıranı tutmuş komanda ilə play-offda qarşılaşacaqlar. Fenerbahçe 2-ci yerdə, çox güman ki biz Panathinaikos'u da 3-cü yerdə görəcəyik. Çünki Crvena Zvezda üzərində qələbə qazana bilər. Buna çox yaxındır Yunan klubu. Finallar və bir məlumatda diqqətinizə çatdırım ki, Panathinaikos'un çılğın sahibi Dimitris Yannakopoulos Kendrick Nunn'la 3 illik müqaviləyə imza attı. 4,5 milyon pul qazanacaq Kendrick Nunn və belə bir maraqlı rəqəmi də sizə təqdim etmək istəyirəm, hörmətli basketbol həvəskarları. Kendrick Nunn
bugünə qədər NBA-də qazandığı pullardan daha çox pullar qazandı. Elə ilk Avropa karyerasında. Bax, belə bir maraqlı statistikada qeydə alınmışdı. NBA karyerasında 13.2 milyon, Avropada oynadığı 2023-cü ildən imzalandığı müqavilə məsələn bugündən hesablasaq 2028-ci ilə qədər 17.5 milyon Amerika Birləşmiş Ştatı dolları. Fərqi yaradan ulduz oyuncudur yenə də. Və Ced Osmanla da ikili müqavilə bağlandı. Ümumiyyətlə Dimitris Yannakopoulos pul xərcləməyi sevən bir şəxsdir. Ona görə də Panathinaikos Final Four'un ən böyük namizədlərindən biridir. Digər görüşlərdə Milano 62, Baskonia 35. Bu oyunun heç bir mənası yoxdur. Partizan Real Madrid 46-48. Real Madrid mütləq və mütləq qələbə qazanmalıdır. Paris Alba Berlin oyununda hesab 36-27'dir. Paris qələbə qazanır. Carson Edwards topu meydanın mərkəzində uğramağı bacarır. Daha sonra Wade Baldwin foul etdi. Edwards'a qarşı fərqi 13 xala qədər endirib. 3-cü periyodun sonlarında və 4-cü periyodun əvvəlində nəhayət ki biz Bavariyanın üçlük zonasından fərqlənməsinin şahidi oluruq. Bu Andy Obst'dur. Almanyalı sniper hədəfi dəqiq vurmuşdu. Fenerbahçe pasifinə foulu yazdırdı və görək oyun hansı senaryoda davam edəcək. Bavariya üçün qələbə çox vacibdir. 6'da 1 çox aşağı göstəricidir. 17%'da üçlük atır bugün Andreas Obst. Amma shooter's touch dediğimiz ifadə hər zaman işə düşə bilər. Şuterlərin toxunuşu və Andreas Obst hər zaman açıla bilər. Onun əlləri çox isti olsa əgər qarşısını almaq çox çətin olacaq. Nick Weilerbeb bu ekstra olardı. Çox uzaqlardan atmışdı Nick Weilerbeb. Wade Baldwin müdafiədə reboundu götürdü. Marko Guduric Dechampierre post-up oynamağa çalışırdı və düzgün, ağıllı foul saymaq olar bunu Nils Skifay'dan. Çünki tərs uyğunlaşmanı tapmışdı orada Dechampierre. Bonzi Colson, Marko Guduric, Wade Baldwin, Kem Birch və Dechampierre beşliyi var Fenerbahçe'da. Wade Baldwin, Guduric ekstra ötürmələr silsiləsi. Kem Birch vaxt azalır. Bonzi Colson 3 xallıq top səbətdədir. Bonzi Colson çox kritik üçlüklərdən biri. Oyunu qıran üçlükdə adlandırmaq olar. Bavariya ritm yaxalamışdı. Edwards yenə də birə-bir basketbol nümayiş etdirir bizə. Streetball oynadı burada Carson Edwards. 57-71. Danko Brankovic, Nils Skifay, Carson Edwards, Nick Weilerbeb və Andy Obst beşliyi var Bavariyanın heyətində. Dechampierre, Wade Baldwin, Bonzi Colson, baxdı saata 5 saniyə, 4 saniyə, 3, 2, 1 atmaq lazımdır. Marko Guduric üçlüyə alınmadı. Bonzi Colson hücumda reboundu götürür. 3 nəfər onu mühasirəyə alıb. Bonzi Colson çıxa biləcəkmi bu mühasirədən? Çıxa bilmədi. Topu Bavariya qazanır. Edwards bir anda sürətləndi. Bayern Münhen. Danko Brankovic. Aleyhü tamamlayan Xorvat uzundur. Onun həmvətəni Ivica Zubac NBA'də triple-double etdi dünən. Bu da önəmli məqamlardan biriydi dünya basketbolunda. Ivica Zubac'ın triple-double etməsi hər an baş verən bir məsələ deyil, amma düzdür, Serb basketbolundan geri qalsa da Xorvat basketbolu hər halda artıq onlar da müəyyən həmlələr edə bilirlər və hal-hazırda Amerika Milli Basketbol Assosiasiyasında ən dəyərli mərkəz basketbolçularından biridir Ivica Zubac. Eynən də futbolda Serblər daha zəif, Xorvatlar daha güclüdülər. Keçmiş Yugoslaviya ölkələri. İdman bu ölkələrdə çox sevilir. Kem Birch pasifinə 3-cü foulu yazdırdı. Bu isə Fenerbahçe azarkeşləridir.
Almanya doğrudan da onların ikinci vətənidir. Həm Münhendə, həm Berlində Türk klubları oynayarkən kifayət qədər biz Türkiyəli azarkeş görürük. Nilski Fay, Andres Obst, tipik Alman adı və soyadı. İkili sıkıştırma Obst'a qarşı Nilski Fay, Edwards çox uzaqlardan, Carson Edwards hədəfi dəqiq nişan alır, üzərindən pas atdı və bu anda Bavariyaya kömək edir. Carson Edwards bu hücum fouludur. Hər şey Bavariyanın xeyrinə döndü. Momentum hal-hazırda Almanların tərəfindədir və Carson Edwards, bir daha təkrar edim, Maccabi ilə 33-cü həftədə Pioner Hall'da 3-cü 10 dəqiqəlidə 26 xal rekord göstərici bir periyod ərzində və 8 dəqiq üçlük, fantastika həqiqətən də. Nick Weiler-Bepp, Andres Obst içəriyə adımladı, ötürmə Nilski Fay'a doğru. Gifay gecikdi, Nilski Fay fake göstərdi. Burada yaxşı müdafiə, 2 nəfər bağladı Nilski Fay'ın önünü. Marko Guduric, pərdə Cambridge'dən və foul. Amma bir qədər əvvəl foul qeydə alınmamışdı. Ya steps və yaxud da ayağı xətti tapdalaya bilərdi yan xətdən. İrəliyərkən Fenerbahçe basketbolçularının yaxın rakursda bizə təqdim olunmadı. Hadisələrin gedişatı, amma hər halda top itkisi yazıldı Fenerbahçe'nin pasifinə. Bu isə Carson Edwards'dır. 3 saniyə qalmış. Edwards üçlüyü rəqib səbətindən keçirir. 1,80 m boyu var Carson Edwards'ın. Marko Guduric, Dechampierre tərslə yap. Bu onun imza atışlarından biridir. Dechampierre. Edwards foulu qazandı. Carson Edwards keçmiş Boston Celtics'də 2019 və 2021-ci illərdə Boston heyətində çıxış edib. Purdue Universitetinin məzunu Carson Edwards. (2022-23-cü il) Fenerbahçe'da basketbol oynayıb Carson Edwards. Olur, arada belə də olur. Cərmə atışını 90% yerinə yetirən Edwards birinci sərbəst atışı qaçırdı. 6 dəqiqə 43 saniyə qalıb oyunun yekunlaşmasına. 60-75 Fenerbahçe'nin 13 xallıq üstünlüyü var. Sapgarden'də Türkiyəlilər üçün kritik bir oyundu. Qələbə qazanacaqsa onlar ikinci pillədə mövqelərini möhkəmləndirərək müntəzəm çempionatı yekunlaşdıracaqlar. Edwards bu topa da müdaxilə etdi. Çox aqressivdir. Pitbull müdafiəsi Carson Edwards'dan. Son Fenerbahçe hücumlarında çox aqressiv basketbol oynuyor Carson Edwards. Özünü sübut etməyə çalışır bütün Avropaya və elə xüsusda Fenerbahçe'ya. Çünki Fenerbahçe ondan imtina etmişdi. Devin Booker, dövləti bir veteran, parketə qayıdır. Gənc Xorvat məncə bugün öz işinin öhdəsindən gələ bildi. Blok qoya bildi, Alevu tamamladı. Danko Brankovic xallar qazandı. Müsbət qiymətləndirmək lazımdır bu basketbolçunun oyunu. Devon Hall. Sərbəst atış xətdən orta məsafə. Şans anı Bavariya üçün top səbətin içərisindən çıxdı. Edwards içəriyə adımladı. Sürətə fikir verin Carson Edwards. Bir göz qırpımında keçdi Fenerbahçe müdafiəsini. Qatdı bir-birinə Amerikalı guard. Carson Edwards. Dərhal timeout istəyir Şarunas Yatskevičius. Çox əsəbləşdi. 13-7. 4-cü periyodun hesabı, ümumi hesab 65-75, 24 xallıq fərqi 10 xala qədər endirə bilib. Bavariya hələ də oyunun içindədir. Təslim olmaq istəmir. Alman klubu. Şarunas danışır. We got 2 fucking fouls to give. If Edwards is coming, crowd him.
but no left. Foula toxundu. Şarunas Yatskeviçus perimetr hücumları zamanı onun qarşısını foula kəsmək lazımdır. Bunu izah etməyə çalışır oyunculara. No pass to Marco. No zone 14. Go. Əslində sol tərəfə yönləndirmək barəsində danışdıq. Edvardsın fərqi yoxdur. Sağ, sol hər iki tərəfə topu vurub irəliyə bilir. Bu basketbolçunun özünə məxsus keyfiyyətlərindən biri də məhz budur. Çox cəld, atletik, sürətli basketbolçudur. Və onun əzələ kütləsinə yəqin ki, siz də fikir verirsiniz. Və vücudunu araya qoyub bitirməyi çox yaxşı bacarır Carson Edwards. 17 xal. İkinci hissədə açıldı bu basketbolçu. Birinci hissədə heç nə yadda qalmamışdı. Və hücumda Guduric'in üzərindən daha çox topun çevrilməsini istəyir, dönməsini istəyir. Top sirkulyasiyası olmalıdır mütləq Fenerbahçe'də. Buna toxundu Cənab Şarunas. Biberovic. 7 saniye qaldı şut saatının sonuna. 2 sniper qarşı-qarşıya. Biberovic 2-13 nömrə həyatda. Nicolo Melli topu boşluğa atdı. Airball. Nicolo Melli bugün onsuz da yayın gerisindən çox yaxşı basketbol ortaya qoyub. Amma burada yenə də dəliyə döndü Şarunas. Bençin önündə hakimlər təkrar baxacaqlar. Top heç nəyə dəyməmişdi. Sağda nəzarət edəcək oyunun baş hakimi Damir Yavor. Fenerbahçe azarkeşlərinin ən nifrət etdiyi hakim. Yəqin ki 2016-cı il, reportajlar əvvəldə danışmışdım bu haqda. 2016-cı il Final Four final görüşü Mərkəzi Ordu İdman Klubu ilə Fenerbahçe arasında. Dünən kimi yadımdadır həmin qarşılaşma və Viktor Hryapa tarixi çempionluğu qazandırmışdı hərbiçilərə. Çox az vaxtı qalıb Fenerbahçe'nin. 0.3 2-dən 3-ə dəyişdirildi. Güya hansısa böyük bir fərq olacaq bu vaxt arasında. Yavor bu qərarı verdi. Topu tutub səbətə göndərmək üçün minimal vaxt basketbolda 0.4 millisaniyədir. Amma burada heç topu tutmağa da imkan qalmayacaq. Bu da top itisi kimi yazılacaq Fenerbahçe'nin pasivinə. Və bu həmlələri nəyə görə etdi? Hörmətli basketbol sevərlər. Danko Brankoviç'i Gordon Elbert oyuna daxil etdi. Çünki çox uzun basketbolçudur və pası istəmir ki, yaxşı çıxarsın Guduric. Amma buna rəğmən pası ötürə bilmişdi. Guduric. Alman azarkeşlər oyunun içərisində daxil olmağa çalışır. Şabaz Napier girdi ortaya. Yenidən üçlük zonasına çıxdı. Napier, Brankovic topu yuxarıda qəbul etdi. Xarvat uzun, Vladimir Lucic onda oyunu alınmır. Şansanı Bavariya üçün Şabaz Napier topu qəbul edib. Napier, Edwards 8 saniye qaldı şut saatının sonuna birə-bir oynayacaq. Erik McCollum'dan sıyrılmışdı. Blok gəlir orada. Şabaz Napier bitirə bilmədi. Fenerbahçe topu qazanır. Guduric, Erik McCollum. Orta məsafə Erik McCollum o da bitirə bilmədi. Son toxunuş kimdəndir? Almanyalı basketbolçulardan. Fenerbahçe'nin hücumu davam edəcək. 5 dəqiqə 12 saniyə qalıb oyunun yekunlaşmasına. 10 xallıq fərq Avropa basketbolunda hal-hazırda heç nədir. Ona görə də Bavariya şansını sona qədər yoxlayacaq. Bax bu toxunuş əgər dəqiq olsaydı o zaman fərqi tək rəqəmlərə endirəcəkdi Bavariya. Bu gənc azarkeş isə bizə tez-tez nümayiş olunur. Hələ də onun kefi yaxşı deyil. Guduric, Biberovic tərs ayaqda yaxaladı Şabaz Napier'i və foul Biberovic'ə. Və bir statistikanı təqdim edim sizə. Bavariya klubu ikili atışlarda rəqibi ən yaxşı müdafiə edən komandalardan biridir. 59%-ə yaxın
dəqiqlik tapır həmin komandalar yaxın məsafədən. Marko Guduric səhvə yol verdi. Lucic top elə keçirir. Şabaz Napier yerləşdi müdafiədə Fenerbahçe. Carson Edwards NBA məsafəsindən atdı bu üçlüyü. Carson Edwards fərqi 7 xala qədər endirir. Sap Garden'də Bava ilə döyüşür. Alman tankı yenidən döyüşə qayıtdı. Gordon Herbert bu tankı təmir edən mühəndisidir. Erik McCollum üçlüyü alınmadı. Vladimir Lucic. İndi fərqi 4 xala qədər endirmək üçün ideal fürsət var. Carson Edwards, pas arası Nicolo Melli. Çox kritik həmlə təcrübəli basketbolçudan. Yaşlı qurt Nicolo Melli. Böyük təcrübədir. Həqiqətən də İtalyan uzun. İllərin təcrübəsi Nicolo Melli. Ciao dedi burada. Alman azarkeşlərə. Almaniyada uzun illər basketbol oynayıb Nicolo Melli. Məhz İtaliyadan sonra Broze Bamberg'də çox dəyərli 2 mövsüm. 2015, 16, 2016, 2017. Və daha sonra Fenerbahçe'ye transfer olmuşdu. Oradan da Okeanotay'ına, NBA'ye. Baxaq, Koç Gordy nələr deyir. Seti çəkdi Gordon Herbert. Görək necə alınacaq. Onun bu seti. Burada isə Lucic öz komanda yoldaşından Marko Guduric'dən topu uğurlamağı bacarmışdı. Asvel Monaco oyununda sözün əsl mənasında bir savaş gedir. 67, 69 və indi 71-ci xalını qazanır Monaco. Olympiakos Maccabi mübarizəni davam etdirir. 75-74 oyundan düşmür. Partizan Real Madrid 51-52, Paris Alba 46-31 və Milano 79-53. Baskoniyanı bax bu hesabla məğlubiyyətə uğradır Milano. 68-77 Bavariya hücumdan xalsız qayıdır. Son 4 dəqiqə qarşılaşmada Wade Baldwin tükən arxasındadır. Baldwin topu posta endirdi. Nigel Davis aşağı posta. Posta oynayacaqmı? Melli 4 saniyə qaldı. Biberovic atmaq lazımdı. 3, 2, 1. Biberovic alınmadı. Və Napier reboundu götürür. 2 bəstə boy basketbolçuyla oyunu davam etdirir. Bavariya, Carson Edwards. Run and gun basketbol oynayır Bavariya bu dəqiqələrdə. Qaldırdı üçlüyü attı 67%, 6'da 4 Carson Edwards. 71-77. Erik McCollum. Fenerbahçe'nin basketbolçuları çox rahatlıq yaşadılar oyunun gedişində. Topu da uğurlamağı bacarmışdı Şabaz Napier. 3 saniyə qalmış sıxışdırdı Andreas Obst. Nigel Davis'i, Şarunas'ın əsəbləri tarimar olur bu dəqiqələrdə. Andreas Obst öz-özlüyündə bəlkə də hücumda yaxşı oynamıram, amma müdafiədə bu oyunumu düzəltməliyəm. Çünki Gordon Herbert demişdi enerjimizlə biz axıra kimi döyüşəcəyik. Nicolo Melli çox uzaqlardan alınmadı. Bu girsə sürpriz olardı. Carson Edwards, ardıcıl üçlüklər. 71-77, Erik McCollum topu yan xətdən oyuna daxil etdi. Biberovic, Wade Baldwin vaxt azalır. Wade Baldwin havada qərar dəyişdi, amma bu yanlış seçim idi. Çünki şuta qalxmısansa bu üçlüyü göndərməlisən rəqib səbətinə. İndi şansanı almanlar üçün hörmətli basketbol həvəskarları Sap Garden'də çox maraqlı hadisələr cərəyan edir. Seti göstərdi Carson Edwards. Yəqin ki elə set onun üzərinə çəkilib. Yenə üçlük gələ bilər, əlləri çox istidir. Carson Edwards driblingi davam etdirir. Şabaz Napier. Baxdı sağda topu Edwards ötürmək lazımdı. O bunu
edə bildi. Edwards birebir oynuyor. Carson Edwards 3 xallıq alınmadı. Top çemberden geri qayıdır. Nigel S. Davis müdafiədə reboundu götürdü. 71-77 Fenerbahçe fərqi artıra bilər. Tərs uyğunlaşma var burada. Şavaz Napier axıra kim izləyir. Nigel S. Davis'i Biberovic, Wade Baldwin. İndi də Fenerbahçe böhran yaşayır hücumda. Wade Baldwin, Erik McCollum ən təcrübəli sima. Erik McCollum alınmadı. Şans anı Fenerbahçe üçün. Yavaş-yavaş crunch time'a daxil oluruq. Wade Baldwin baxdı sağda. Booker var qarşısında. Baldwin 5 saniyə qaldı şut saatının sonuna. Wade Baldwin pərdənin tərsinə getmişdi və foul. Wade Baldwin'e qarşı 2 cərmə atış yerinə itirəcək Wade Baldwin. 3.8 saniyə qalmış. Fenerbahçe'nin köməyinə foul çatdı. Baxaq Wade Baldwin. Önemli sərbəst atışlardı. Birincisi dəqiqə alındı. 71-78. Növbəti bir dəqiq üçlük Bavariyanı oyunun içində saxlayacaq. Amma Fenerbahçe yaxşı bir müdafiə ilə oyunu bağlaya bilər. 7 xaldı fərq. 8 xala yüksəldir. Wade Baldwin fərqi keçmiş Bavariyalı. 79-71 edir hesabı Fenerbahçe'nin. 8 xallıq üstünlüğü var. Timeout qeydə alınır oyunumuzda. 19-11 4-cü periyodda məhz rəqibini üstələməyə yaxındı Bavariya basketbolçuları. Digər 3 periyodun ikisində Fenerbahçe hesabda irəlidə bitirib periyodu. Bir periyodda bərabərlik qeydə alınıb. You're cutting through. You're cutting through. Hey, Andy, you're coming off right there. All right, as that happens. Now, if we can't get the ball to Devin, hey, we got to go get Carson right there. All right, but when the ball gets Devin, Andy comes, you go get Carson right there. All right, we're looking for that right there. Hey, we got to crash the offensive board. Hey, boy, right? Listen. Hey, Gordon Herbert'in timeoutunu dinlədi. Carson Edwards'ın üzərinə çəkilmiş bir hücum seti. Çünki ən isti əl məhz Edwards'dı. Mən düşünürəm ki, burada o qədər də dərin bir setə ehtiyac da duymadı Gordon Herbert. Çünki isti əli tapmaq basketbolun yazılmamış qanunlarından biridir və hal-hazırda isti əl Bavariyada Carson Edwards. Əgər bugün Andres Obst bir qədər üçlük faizini daha yaxşılaştırsaydı, o zaman Fenerbahçe'nin işi bir qədər də çətinləşəcəkdi. Amma hər halda 71-79 qarşılaşma davam edir. Niskifa yan xətdən top oyuna daxil etdi. Son 2 dəqiqə Şavaz Napier, Carson Edwards 3 xallıq atış alınmadı. Niskifa şansanı Bavariya üçün. Napier və səhvə yol verdi bu məqamda. Bəlkə də oyunun ən önəmli müdafiəsini edə bildi Fenerbahçe. Nigel S. Davis, Biberovic vaxta işləyəcək. Ən doğru olan edir. Səvətə belə baxmadı. Bu təbii ki Şarunas Yasikeviç üçün timeoutu zamanı deyilmiş sözə riayət etmək deməkdir. Guduric adımladı. Marko Guduric 2 üstə gələk 1. 50-ci yumruqlardan birini artıq endirdi rəqibin üzünə. Fenerbahçe baxın burada rəqibin ayaqlarına çox yaxşı hücum etdi. Marko Guduric də perimetr hücumlarında ən effektiv oyunculardan biridir Avropa basketbolunda və yenə də bax bu az yaşlı azarkeş bizə təqdim olundu. Alman rejissorlar tez-tez bu uşağı bizə göstərdilər oyun boyu. Fərq yenidən cüt rəqəmlədədlərdədir. Fenerbahçe yavaş-yavaş oyunu bağlamaq üzrədir və onlar bu qələbə ilə bərabər müntəzəm çempionatı 2-ci sırada tamamlayacaqlar. Qarşıda isə play-in oyunları olacaq. Amma sabah hər şey dəqiqləşəcək Avroligada.
Şabaz Napier topladı. Napier. Andreas Obst. Səhvə yol verdi Şabaz Napier. Ardıcıl 2 kritik səhv. Nə etsin buna Gordon Herbert, nə etsin buna Bavariyanın digər basketbolçuları. Artıq ağ bayrağı göstərmək üzrədir. Bayern Münhen Almaniyada. Nigel Davis, bu da tərs uyğunlaşmadır. Bu da mismatchdir və Nigel Davis naxış kimi işlədi bu mismatchi. Carson Edwards, Eurostep, ötürmə Andreas Obst. Topu yenə lövhənin üzərinə vurur. Üstünə vurur, belə deyək. Nigel Davis bu fouldur və Şabaz Napier. Fenerbahçe azarkeşləri sevinir, biz də Fenerbahçe azarkeşlərini təbrik edirik. 43 saniyə vaxt ərzində 13 xallıq fərqi əritmək qeyri-mümkündür və nəzərə alaq ki, cərimə atışı yerinə yetirəcək İstanbul klubu. Nigel Hayes Davis bugünün əsas qəhrəmanı. xal toplayıb 8.6 bal. Onun oyunu bax bu rəqəmlə qiymətləndirilir. Nicolo Melli onun ən yaxın izləyicisidir 8.2 balla. Nigel Davis 23-cü xalını qazandı, 5 asist. Nigel Davis'in aktivindədir və Bavariyada düzdür. İkinci hissədə Carson Edwards nələrsə dəyişməyə çalışdı. 8-də 4, 50%də üçlük atdı bugün Carson Edwards, amma Andreas Obst və onun digər komanda yoldaşları kömək edə bilmədilər. Bu da blokdur. Gilson Bango, Devin Booker daha sonra izləmə basketi ilə xal qazana bildi. Bavariya yəqin ki play-ində mübarizəni davam etdirəcək. Çünki birbaşa onlar play-offa daxil ola bilməyəcəklər. Şansları müəyyən mənada var idi bugün qələbə qazana bilsələr əgər onlar. Amma Fenerbahçe da əbəs yerə Avroliqanın Final Four'un ən böyük favoritlərindən biri olaraq göstərilmir. Gordon Herbert düşüncəli, qayğılı baxışlarla oyunun gedişatını izləyir. Amma bu baxışlar təbii ki, heç nəyi dəyişməyəcək. 74-86 Wade Baldwin öz şəxsi göstəricilərini yaxşılaşdırmaq üçün Fenerbahçe bu hücumu da tamamlamalıdır və Wade Baldwin yekun nöqtəni bax bu üçlü ilə qoyur. Wade Baldwin öz keçmiş komandasına qarşı qətiyyətli bir oyun ortaya qoya bildi. Carson Edwards üçlüyü atdı. Fenerbahçe bençinə baxdı. Özü də güldü. Fenerbahçalılar da güldü. Və bu andaca Şarunas da öz həmkarı ilə görüşdü. Gordon Herbert, TJ Parker, Şarunas Yatskevičius, ona ümidlər çox böyükdür bu mövsüm. Görək. 77-89 Fenerbahçe basketbolçuları müntəzəm çempionatı 23 qələbə, 11 məğlubiyyətlə məhz ikinci sırada yekunlaşdırırlar. Bavariya isə 15-ci məğlubiyyətini alır və yoluna play-indən davam edəcək Münhen təmsilçisi. Oyunu şərh etdi Sənan Əliyev. Sağ olun, gecəniz xeyrə qalsın.